Baxın yoldaşlar. Deyirəm həmişə nə deyirəm? Kişilərlə tutaq ki, oynayır qadınlar. Bu qadınların sahəsi və mərkəz də iki yerə bölünür. Heç gəlin kişi qadında dinləyək. Tutaq ki, oynayır. Məsələn, Bakı ilə Sumqayıt. Gəlirik indi yoldaşlar, baxın. Bu Bakı komandasıdır, bu da Sumqayıt. Bax, Bakının hər hansı bir oyuncusu, qaralar tutaq ki, Bakı. Burada, bax, X qoyuram. Bu tutaq ki, oyuncusu. Bu da nədir? Cərimə meydançası. Düzdür? Kimin cərimə meydançasıdır? Rəqib, Sumqayıt. rəqibin cərimə meydançası. Hı. Amma bu da kimin cərimə meydançasıdır? Bakı. Özünün, Bakının. Bakı hücuma keçib Bakının oyuncusudur. Rəqibin cərimə meydançası yadda bir oyuncu 3 saniyədən artıq dayana bilməz. Fərqi yoxdur, toplu, topsuz. O da necədir yoldaşı? Bax, məsələn, tutaq ki, Bakı komandasından Əli gedib dayanır o ə, rəqibin cərimə meydançasına. Hakim onun deyir, işarə verir, xəbərdarlıq et ki, çıx oradan. Əgər Əli o xəbərdarlığa məhəl qoysa, saniyə saymır hakim. Hə, Əli deyir, məsələn də çıxdı işinə məşğul, onda hakim sayır. 1, 2, 3, nə oldu? 3 saniyə artıq. 4 oldu, nə oldu? Top keçdi rəqib. Aydındır. Sual var Evet. 3 saniyə ilə bağlı. Bəs yaxşı, Əli burada 3 saniyə dayana bilərdi öz cərimə meydançasında. Kim deyər? Bəli, bəli, qala Burada Bəli. bilər. dayana bilərdi. Mən deyirəm rəqibin cərimə meydançası. Toplu topsuz rəqib. İndi gəlir. Bir oyuncu dedik top ikinci saniyə. Bir oyuncu topu rəqibin təzyiqindən sonra neçə saniyədən çox saxlaya bilməz? 5 saniye. Bu da belə. 5 saniyə bir budur. Rəqibin 5 saniyə çox əldə saxlanılmaz. Bir də e, əgər bunu deyirəmsə məntiqlə götürən cərimə atışlardır, yan xəttdən atışdır. Deməli bu da 5 saniyə başlayır da. Niyə? Çünki bu topu tutub başlayır da və yaxud bu topu tutub cərimə atışını atır da. Düzdürmü? Deməli neçə saniyə topu əlində saxlaya bilər? 5 saniyə. Deməli cərimə atışın neçə saniyə atmalıdır? 5 saniyə. 5 Bu da saniyə. belə. 5 saniyə də bildik. Bayaq dedim, bir komanda, yəni Bakı komandası öz sahəsinin rəqib tərəfə topu maksimum neçə saniyə keçirtməlidir? 8 saniye. 8 saniyə. 8. O da necə yoldaşlar? Topu havada keçirtmə yox ha. Top 8 saniyə ərzində rəqibin döşəməsinə dəyməlidir, tap eləməlidir. Aydındır? Təmas etməlidir. Təmas etməlidir Çiğnəyərək rəqibin də. döşəmə. Yəni ötürdün Vüqar müəllimə, havada ötürdün, Vüqar müəllim tutub. Vüqar müəllim nə etməlidir? Bir dənə döşəməyə topu çizməlidir ki, top döşəməyə təmas eləsin ki, o 8 saniyəni nəzərə almasınlar. İkinci, bir komanda, baxın yoldaşı, arxadan hücuma başlayırsa, hücumu 24 saniyə ərzində bitirməlidir. Əgər 24 saniyə ərzində bitirməsə, top rəqibə keçir. Sual var. Opş hücum, yəni 24 saniyə bitməlidir. Bayaq sual vermiş. Yəni 8 saniyədə o 24 saniyənin içində gedir. Əlbəttə ki, 8 saniyə onun içində gedir. Yəni 8 saniyə tutaq ki, buradan çıxdısa, onun qaldı orada neçə saniyəsi? 16 saniyəsi. İndi burada yoldaşı əsas nədir? Gəlirik ən sonuncu qayda pozuntusuna. Baxın. Əgər bir komanda oyuncusu, məsələn Bakı komandası Sumqayıtın oyuncusundan topu burada, yəni Sumqayıt tərəfdən hərəkət etsəsə, hücum üçün 14 saniyə vaxt verilir. Aydındır yoldaşlar. Sual var.